Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bugünkü mövzumuz sizinlə duyğular haqqındadır. Duyğulara aid 20 nəzəri, 10 isə situasiya testi ilə videomuzu davam edirik. Test 1. Duyğunun ən düzgün tərifi hansıdır? A bəndi əşyanın bütöv obrazının əksi. Xeyr, biz bilirik ki, əşyanın, prosesin bütöv obrazının əksi qavrama ilə bağlıdır. B bəndi gerçəkliyin ən sadə, bəli, ilkin idrak formasıdır, bəli, əşyanın ayrı-ayrı xüsusiyyətlərinin əksidir. Bəli, bizim düzgün cavabımız B variantıdır. Çünki biz tərifdə nə formada deyirdik? Duyğu, gerçəkliyin idrak prosesinin ən sadə və ilkin formasıdır. Əşyanın ayrı-ayrı xüsusiyyətlərini, məsələn, rəng, temperatur, dad və s. əks etdirir. Duyğunun əksi isə, yəni bütöv obrazın yaradılması isə qavrayışla bağlıdır. Ona görə bizim düzgün cavabımız B variantıdır. C bəndi mürəkkəb psixi prosesdir. Xeyr, sadə psixi prosesdir. D bəndi emosional reaksiyadır. Xeyr, psixi proseslərin idrak proseslərinə aid olan bir növüdür. Deməli, oldu. Bizim düzgün cavabımız B variantı. Test 2. Analizatorun hansı 3 hissəsi var? A bəndi beyin, ürək, ağciyər. Xeyr. B bəndi reseptor, keçirici yollar, beyin qabığındakı mərkəzi hissə. Bəli, həqiqətən də Səməd Seyidovun kitabında bu formada aydın şəkildə izah olunmuşdu. D bəndi dendrit, akson və sinaps. Xeyr, bunlar belə deyim, uzunluğuna görədir. Məsələn, ən uzun, ən qısa, sinaps onların birləşdiyi yerlər bu sinir sisteminə aid olan bir hissədir. D bəndi göz, qulaq, burun. Bu isə bizim analizatorlarımızın özüdür. Amma bölündüyü 3 hissə deyil. Biz demişdik ki, sizinlə Pavlovun analizator nəzəriyyəsinə əsasən analizatorlar 3 əsas hissədən ibarətdir. Birinci gəlirdi reseptor hissə idi. Reseptor hissə periferik hissə adlandırılırdı və bu hissə qıcığı qəbul edən hissədir. Daha sonra gəldi aferent sinirlər vardı. Bunlar impulsu ötürürlər. Hətta biz burada mərkəzdən qaçan sinirləri də danışmışdıq. Üçüncü isə gəlirdi beyin qabığındakı mərkəzi hissə. Bu zaman isə artıq bu hissədə duyğu yaradır. Deməli, bizim düzgün cavabımız oldu B variantı. Test 3. Sherringtonun təsnifatına görə duyğuların 3 qrupu hansıdır? A bəndi vizual, auditiv və taktil. Xeyr, bunlara aid deyil. Vizual görmə, auditiv eşitmə, taktil isə toxunma ilə bağlıdır. Lakin təsnifat deyil bu. B bəndi ekstraseptiv, introseptiv və proprioseptivdir. Bəli, B variantı doğrudur. C bəndi kontakt, distant, daxili. Xeyr, kontakt və distant məsafəyə görə ekstraseptiv duyğuların növləridir. D bəndi ilkin, ikincili, üçüncülü. Xeyr, bu adda bizim duyğu növlərimiz ümumiyyətlə yoxdur. Sherringtona görə duyğular mənbəyinə görə 3 qrupa bölünür. Ekstrareseptivdir, yəni xarici mühitə əsasən, introseptiv daxili üzvlərdən və proprioseptiv, yəni bədənin mövqeyi, hərəkəti ilə bağlıdır. Hətta buna müvazinət və hərəkət duyğuları da deyirik. Sonra keçirik yoldaşlar 4-cü testimizə. Dördüncü testimizdə soruşulur. Məsafəli, yəni distant, ekstraseptiv duyğulara hansılar aiddir? Dad duyğusu, toxunma, temperatur. Xeyr, dad duyğusu məsafəyə görə birbaşa təmasa əsaslanan duyğusudur, toxunma duyğusu da. Həmçinin adından göründüyü kimi B variantı görmə, eşitmə, iyi bilmə, bəli, bu məsafəli duyğulara aiddir. C bəndi acılıq, susuzluq, ürək bulanma, xeyr, bu daxili duyğulara aiddir. Hərəkət, müvazinət də belə deyim, daha doğrusu acılıq, susuzluq, ürək bulanma daha çox demək, görmə, eşitmə, iyi bilmə məsafəli duyğulara aid oldu. Acılıq, susuzluq, ürək bulanma daxili duyğulara aid oldu. Hərəkət, müvazinət isə proprioseptiv duyğulara aiddir.
Qısa şəkildə belə deyə bilərik, distant duyğular qıcıqla birbaşa təmas olmadan yaranır. Məsələn, görmə duyğusu işıq dalğalarını, eşitmə duyğusu səs dalğalarını, iyi bilmə duyğusu uçucu molekullar əsasında yaranır və bu distant duyğulara aiddir. Kontakt duyğuları isə birbaşa təmas əsasındadır. Bunlar da toxunma duyğularına aiddir. Məsələn, temperatur duyğusunun özü də toxunma duyğusuna aiddir. Sonra gəlir 5-ci testimiz. Proprioseptiv duyğulara hansılara aiddir? A bəndi görmə, eşitmə, iyi bilmə. Xeyr, bu xarici duyğulardır. Da toxunma, temperatur, xeyr, bunlar da xarici duyğulara aiddir. Kinestik, yəni hərəkət duyğusu, müvazinət duyğusu. Bəli, proprioseptiv duyğular hərəkət və müvazinət duyğusunu özündə birləşdirir. D bəndi aclıq, susuzluq, ürəkbulanma isə daxili duyğulara aiddir. Proprioseptiv duyğular bədənin fəzada mövqeyi, hərəkəti haqqında məlumat verir. Kinestik duyğu, yəni əzələ oynaq aparatı, müvazinət duyğusu, yəni vestibulyar aparat özü də bu duyğu növlərinə aiddir. Baxaq növbəti testimizə. 6-cı testlə davam edirik yoldaşlar. 6-cı testdə soruşulur, duyğunun keyfiyyəti nəyi ifadə edir? A bəndi duyğunun gücü, xeyr, bu keyfiyyətlə əlaqəli deyil. B bəndi duyğunun hansı analizatora aid olduğunu, bəli. C bəndi duyğunun müddətini, D bəndi duyğunun yeniliyini, xeyr. Duyğunun keyfiyyəti yoldaşlar, onun hansı analizatora aid olduğunu göstərir. Görmə duyğusunun keyfiyyəti rəng, parlaqlıq, eşitmə duyğusunun keyfiyyəti isə ton, tembr, səsin, yəni gürültüsünə əsasən olur. Ona görə də biz duyğunun keyfiyyəti haqqında danışanda onun hansı analizatora aid olduğundan danışırıq. Test 7. Mütləq alt hədd nədir? A bəndi ən güclü qıcıq gücü, xeyr. B bəndi duyğu yaradan ən zəif minimum qıcıq gücü, bəli. C bəndi iki qıcıq arasındakı fərq, D bəndi qıcığın müddəti, xeyr. Mütləq ad hədd və yaxud mütləq aşağı hədd duyğu yaratmaq üçün lazım olan minimum qıcıq gücüdür. Bu hədd nə qədər aşağı olarsa, analizatorun həssaslığı da bir o qədər çoxdur. Test 8. Adaptasiya duyğu sahəsində nəyi ifadə edir? A bəndi. Analizatorun tamamilə sıradan çıxmasını, xeyr, tamamilə sıradan çıxmır. B bəndi. Uzun müddətli qıcıq nəticəsində analizatorun həssaslığının dəyişməsi, bəli. Adaptasiya zamanı biz uzun müddətli həmin qıcığın təsirində oluruq və daha sonra analizatorun həssaslığının dəyişdiyini müşahidə edirik. C bəndi yeni duyğunun formalaşması, xeyr, adaptasiyada yeni duyğu formalaşmır. D bəndi duyğuların inkişafı, xeyr. Adaptasiya özü analizatorun uzun müddətli qıcıq təsiri nəticəsində həssaslığın dəyişməsidir. Özünün də iki növü var. Həssaslığın azalması negativ adaptasiyadır, həssaslığın artması isə pozitiv adaptasiyaya aiddir yoldaşlar. Biraz çox qalxdıq. Aha, test 9-la davam edirik. Test 9-da bizdən soruşulur. Qaranlıq adaptasiyası nədir? A bəndi gözün işığa uyğunlaşması, xeyr. Sadəcə olaraq burada işığa uyğunlaşmadan söhbət getmir. B bəndi tam qaranlıqda gözün həssaslığının tədricən artması, bəli, tədricən artma baş verir və bu 30-40 dəqiqə müddətində tamamlanır. C bəndi görmənin tamamilə itirilməsi, xeyr, əksinə adaptasiya prosesi baş veribdir. D bəndi rəng korluğu, xeyr, rəng korluğu artıq bu kolbacıqlarla, köpücüklərlə bağlı olan bir proses, yəni adaptasiyaya aid deyil. Qaranlıq adaptasiya pozitiv adaptasiyaya aiddir. Tam qaranlıqda gözün həssaslığının tədricən artmasıdır və bu proses 30-40 dəqiqəyə qədər davam edə bilər. İşıq adaptasiyası isə bunun əksinədir. İşığa çıxdıqda həssaslıq azalır. Yəni buna da biz negativ adaptasiya deyirik. 10-cu testimiz sensibilizasiya nədir? A bəndi bir analizatorun həssaslığının azalması, xeyr, azalma deyil əslində bu. B variantı bir analizatorun qıcığının digər analizatorun həssaslığını artırması, bəli. C bəndi iki qıcığın birləşməsi, xeyr.
Duyğunun tam itməsi xeyr. Yoldaşlar, sensibilizasiya, yəni həssaslaşma bir analizatorun qıcığının digər analizatorun həssaslığının artırılmasıdır. Yəni bu analizatorların qarşılıqlı təsiri qanununa əsaslanır. Yəni birinin qıcığının təsiri artdıqda digərinin də həssaslığı artır. 11-ci test. Sinesteziya nədir? Duyğunun tamamilə yox olması, xeyr. Bir modalitə üzrə qıcığın digər modalitə duyğu yaratması, bəli. Öncə dediyimiz kimi duyğuların həddindən artıq güclənməsi, xeyr. Yanlış yer duyğusu, xeyr. Sinesteziya bir qıcığın öz analizatorunu yox, başqa bir analizatoru aktivləşdirməsidir. Məsələn, müəyyən səslərin rəng kimi görünməsi. Bu sizin kitablarınızda da var, yəni ümumi psixologiya kitablarında da var. Rənglə səslərin ahəngi. Yəni bu daha çox yaradıcı insanlarda özünü göstərir. Məsələn, kitabınızda olan bir nümunə vardı ki, orada elə bir şəxs var ki, o səsə əsasən, musiqi notlarına əsasən görmə, yəni səslə eşitmədir, görmə də aktivləşir. Yəni o hər nota uyğun müəyyən bir rəng görür. Yəni bu artıq sinesteziyadır və bu yaradıcı insanlarda özünü göstərir. Test 12. Aha, 12-ci testimizi tapdıq. Test 12-də soruşulur. Duyğularda konstrakt qanunu nə ifadə edir? İki analizatorun birgə işini, xeyr, ardıcıl gələn iki fərqli qıcığın bir-birinin duyğusunu gücləndirməsi, bəli, budur. Duyğunun azalması deyil, adaptasiya deyil. Yəni bu anlayış eyni analizatorda ardıcıl gələn iki fərqli qıcığın bir-birinin duyğusunu gücləndirməsidir. Soyuqdan sonra istini belə deyək, daha isti görürük. Acı daddan sonra şirini daha şirin hiss edirik. Baxın, bu anlamda istifadə olunur. 13-cü test. Əvvəllər Weber-Fechner qanunu daha çox istifadə olunurdu. Hazırda o qədər də istifadə olunmur, amma düşmə ehtimalı olan suallardandır. Weber-Fechner qanunu nə ifadə edir? A bəndi. Duyğunun gücü qıcığın fiziki gücü ilə birbaşa mütənasibdir. Xeyr. Duyğunun intensivliyi qıcığın fiziki gücünün artmasının loqaritminə münasibətidir. Bəli, bu düzgündür. Kitabda bu daha sadə formada verilib. Duyğu heç vaxt qıcıqla dəyişmir, xeyr, dəyişir. Bütün analizatorlar eyni həssaslığa malikdir, xeyr. Bütün analizatorlar eyni həssaslığa malik deyil. Obyektiv və subyektiv səbəblər var. Weber-Fechner qanununa görə duyğunun intensivliyi qıcığın fiziki gücünün loqaritminə münasibətidir. Yəni qıcıq güclüdürsə, eyni miqdar artım daha az hiss olunur. Yəni burada söhbət eyni miqdarda olan artımdan gedir. Sonra 14-cü testimiz. Leydinin əks etdirmə nəzəriyyəsinə görə duyğu nədir? Yalnız subyektiv yaradılmışdır, xeyr, yalnız subyektiv deyil. Obyektiv gerçəkliyin yoldaşlar subyektiv əksidir. Yəni obyektiv gerçəkliyin subyektiv əksi xarici aləmdə mövcuddur. Bu obyektivdir. Duyğu isə onun insan beynində yaranmasıdır. Yəni subyektivdir. Düzgün cavabımız olur B variantı. 15-ci test. Fontan ağrı sindromu nə ifadə edir? A bəndi xəyal gördükdə ağrı, xeyr. B bəndi amputasiyaya cəlb edilmiş ətrafa ağrı duyğusu, bəli. C bəndi çox güclü həqiqi ağrı, xeyr. Fontan ağrı həqiqi ağrı deyil. Ağrı həssaslığının itməsi, xeyr. Ağrı həssaslığı da itmir. Fontan ağrı, fantom ağrı belə deyək, amputasiya edilmiş ətrafda, yəni aşağı və yuxarı ətraflarda duyğu qalmağa davam edir. Məsələn, amputasiya olunubdur qol hissə, sol qol hissə, amma buna baxmayaraq həmin duyğunu, həmin ağrını yaxud digər fəaliyyəti, digər hərəkəti hiss edir. Bu duyğunun lokalizasiyasının beyin mexanizmindən asıllığını göstərir. Yəni bu da Pavlovun nəzəriyyəsini özündə tam olaraq əks etdirir. 16-cı test. Hiperesteziya nədir?
A bəndi duyğunun tamamilə yox olması. Xeyr, duyğu burada tamamilə yox olmur. B bəndi duyğunun həddən artıq güclənməsi. Bəli, sözün kökü elə hiper, oradan da aydındır. C bəndi duyğunun zəifləməsi. Xeyr. D bəndi yanlış cavab. Xeyr. Yanlış duyğu. Xeyr. Duyğunun belə deyək, həddən artıq güclənməsidir. Miqren zamanı işıq və ya səsə qarşı aşırı həssaslıq və yaxud depressiya zamanı əksinə hiperesteziya baş verir. Yəni zəifləmə müşahidə olunur. Amma miqren zamanı işıq və ya səsə qarşı aşırı həssaslığın olması artıq duyğu həddinin normadan artıq güclənməsindən söhbət gedir. 17-ci testimiz. Kompensasiya hadisəsi duyğular sahəsində nəyi ifadə edir? Duyğular sahəsində. A bəndi bir duyğunun digərini tamamilə əvəz etməsi. Xeyr. B bəndi bir duyğu analizatoru zəiflədikdə digər analizatorların həssaslığının artması. Bəli. Kompensasiya belə deyək. Bir analizator zədələndikdə, məsələn, görməsində problem olan insanlarda xüsusilə eşitmə və yaxud toxunma daha güclü inkişaf edir. Yəni bir analizator zədələnir, lakin digər analizatorda həssaslığın artması prosesi baş verir. Bu belə deyək, tibbdə də özünü göstərir. Sonra keçirik yoldaşlar 18-ci testimizə. 18-ci testimizdə soruşulur, paresteziya nədir? Duyğunun güclənməsidir. Xeyr, duyğu güclənmir. Yanlış, qeyri-normal yanma duyğusudur. Bəli, duyğunun tamamilə itməsidir. Xeyr, duyğunun birləşməsidir. Xeyr. Bu zaman belə deyək, əzaların uyuşması, yanma hissi kimi yanlış, qeyri-normal duyğular yaranır. Bu da periferik nevropatiyanın simptomlarından biri hesab olunur. 19-cu test. Duyğu ilə qavrayış arasında əsas fərq nədir? Duyğu daha mürəkkəbdir. Xeyr, duyğu əksinə sadədir. B bəndi duyğu əşyanın ayrı-ayrı xüsusiyyətini, qavrayış isə əşyanın bütöv obrazını əks etdirir. Bəli, həqiqətən də duyğu əşyanın ayrı-ayrı xüsusiyyətini, məsələn, rəng, səs və s. əks etdirir. Qavrayış isə bu xüsusiyyətləri birləşdirir və bütöv bir obraz yaradır. Duyğu ilkindir, qavrayış isə nisbətən daha mürəkkəbdir. Ona görə düzgün cavabımız B variantıdır. C variantı onlar eynidir. Xeyr, eyni deyil. D bəndi qavrayış daha sadədir. Xeyr, qavrayış duyğuya nisbətən daha mürəkkəbdir. 20-ci test. Aqnoziya nədir? A bəndi analizatorun tamamilə zədələnməsi. Xeyr, tamamilə zədələnmir. B bəndi analizator sağlam olmasına baxmayaraq tanımanın mümkün olmamasıdır. Bəli, aqnoziyada məhz tanımanın mümkün olmamasıdır, amma analizator sağlamdır. C bəndi həddən artıq həssaslıq. Xeyr, aqnoziya deyil, yanlış lokalizasiya da deyil. Aqnoziya analizatorların özü sağlamdır. Məsələn, görmə qabiliyyəti var. Lakin insan gördüyünü tanıya bilmir. Bu, baş beyin qabığının müvafiq zonasının zədəsi əsasında da yaranır. Yəni, analizatorun tamamilə zədələnməsi deyil, baş beyin qabığının müvafiq zonasının zədələnməsi nəticəsində mümkündür. Yoldaşlar, indi isə gəlin sizlə keçək institüasiya tipli testlərə. İnstitüasiya tipli test 1-də soruşulur. Ətriyyat mağazasında işləyən Nigar xanım gün boyu müxtəlif ətirlərlə məşğul olur. Günün sonuna yaxın ətirləri bir-birindən fərqləndirə bilmir. Yeni müştəriyə ətiri düzgün təsvir edə bilmir. Bu, ətriyyat mağazası işçisi haqqında olan bir situasiya testidir. Sual olunur ki, bu vəziyyəti hansı duyğu qanunuuyğunluğu ilə izah etmək mümkündür? A bəndi sensibilizasiya, xeyr, sensibilizasiya deyil. B bəndi kontrast, xeyr. C bəndi adaptasiya və neqativ adaptasiya. Bəli, uzun müddətli qıcıq nəticəsində i həssaslığının azalması prosesi baş verib. Bəli, D bəndi sinesteziya, xeyr, sinesteziya deyil. Yoldaşlar, uzun müddətli i qıcığına məruz qalan həmin bu xanımda analizator adaptasiyası prosesi baş verir, həssaslıq azalır, neqativ adaptasiyadır və bu iş təhlükəsizliyi baxımından daha vacib olan bir məqam kimi qiymətləndirilir. Situasiya 2.
Xəstə Rəşad həkimə müraciət edir. Əlimdə daima iynə batması, yanma hissi var, lakin heç kim əlimə toxunmayıb. Nə baş verir? Bu duyğuların hansı pozuntusu ola bilər? Yoldaşlar, pozuntular haqqında sertifikasiya imtahanında düşmə ehtimalı çox azdır. Sadəcə olaraq hər ehtimala qarşı nəzərimizdə saxlaya bilərik. A bəndi anesteziya deyil, B bəndi hiperesteziya deyil. Burada həssaslıq artır, amma real həssaslıqdan söhbət gedir. Paresteziya, bəli, dedik ki, yanlış, qeyri-normal duyğudur. Məsələn, burada yanma hissinin olması, iynə batması hissinin olması D bəndi fantom ağrı xeyr. Fantom ağrı da bir növ tamamilə fərqli idi. Sizdən öncəki testdə gördük. Burada iynə batması, yanma hissi yanlış duyğulardır. Periferik nevropatiyanın onurğa beynin dərman təsiri əlaməti ola bilər. Psixoloq bu şikayəti birbaşa nevropatoloqa yönləndirir. Sonra keçirik yoldaşlar test 3-ə. Üçüncü situasiya testimiz bəstəkarın vizualizasiyası ilə bağlıdır. Məşhur bəstəkar Rauf müsahibədə deyir ki, musiqi yazarkən müəyyən notlar gözümün önündə rəngli görünür. Do notu mavi, re notu qırmızı görünür mənə. Bu fenomen psixologiyada necə adlanır? A bəndi hallüsinasiya, xeyr. B bəndi hiperesteziya, xeyr. C bəndi sinesteziya, bəli. Sinesteziya da aqnoziya deyil, çünki aqnoziya yanlış tanımadı. Sinesteziya nə idi? Bir analizatorun qıcığının başqa analizatorda da duyğu yaratmasıdır. Burada görürük ki, bəstəkarlarda müşahidə olunan bir hal baş verir və yaradıcılıqda özünü göstərir. Eşitdiyi nota əsasən rəng duyğusunun olmasıdır. Situasiya test 4. Qaranlıq kinozal. Kino zalına daxil olan Leyla əvvəlcə heç nəyi görmür. 5 dəqiqə sonra isə oturacaqları pilləkənləri aydın görməyə başlayır. Bu proses hansı qanun uyğunluqla izah olunur? A bəndi sensibilizasiya, xeyr. B bəndi neqativ adaptasiya, xeyr. Burada adaptasiya var, amma neqativ deyil. Qaranlıq adaptasiyasıdır, düzdür. Pozitiv adaptasiyası, düzdür. Gözün həssaslığının artmasıdır, düzdür. D variantı səhvdir. Qaranlıq adaptasiyası, yəni pozitiv adaptasiyadır burada. Tam qaranlıqda gözün həssaslığı tədricən artır. Öncə də dediyimiz kimi bu proses 30-40 dəqiqəyə qədər davam edir. Kinozalda artıq 5 dəqiqə sonra görünmə bunun ilkin mərhələsi hesab olunur. Test 5. Miqren xəstəsi ilə bağlıdır. Miqren ağrısı keçirən Sevda adi işıqdan gözlərini yuma bilmir. Yüngül musiqi belə onu incidir. Adi həyatda isə bu qıcıqlar onu narahat etmir. Sevdanın bu vəziyyəti hansı duyğu pozuntusu ilə bağlıdır? A bəndi anesteziya, xeyr deyil. B bəndi hiperesteziya, bəli. Duyğunun həddinin artmasıdır. Yəni həssaslığın burada artmasıdır. C bəndi hiperesteziya, xeyr bu azalmadır. Sinesteziya da deyil. Miqren zamanı fotofobiya da bəzən deyilir buna. İşığa və ya fonofobiya, səsə qarşı duyğunun, həssaslığın artmasıdır. Duyğu həddindən artıq güclənir. Bu beyin qabığının aktivlik dəyişikliyindən də qaynaqlana bilir. Test 6. İskəndər dayının sol əlinin şəhadət barmağı 2 il əvvəl istehsalat qəzasında kəsilmişdir. Lakin o bu barmaqlarda hələ də ağrı hiss etdiyini söyləyir. Bu fenomen necə izah olunur? A bəndi simulyasiya, B bəndi fontam ağrı, bəli B variantı düzdür. Çünki amputasiya edilmiş ətrafda, yəni burada aşağı və yuxarı ətraflarda ağrı duyğusunun davam etməsidir. C bəndi paresteziya, D bəndi hallüsinasiya. Demişdik ki, fantom ağrı amputasiya sonrası baş beyin qabığında həmin ətrafın neyral xəritəsi qalır və beyin barmaq var siqnalı verməyə davam edir. Bu duyğunun lokalizasiyasının mərkəzi mexanizmlərlə bağlı olduğunu göstərir yoldaşlar özündə. Test 7 DAT testinin nəticəsinə əsaslanan bir testdir.
Psixoloq şirin, acı, duzlu, turş olmaqla 4 məhlul hazırlayır. Xəstə Murad heç birini bir-birindən fərqləndirə bilmir, hamısını su kimi qəbul edir. Sual belə olunur ki, bu duyğunun hansı pozuntusunu göstərir? A bəndi paresteziya, B bəndi sinesteziya, C bəndi aqnoziya, D bəndi anesteziya. Dad duyğunun tam yox olması. Bəli, həqiqətən də elədir. Bu duyğunun tamamilə yox olmasıdır. Dad anesteziyası sinir zədəsi yaxud dərman təsiri, orta qulaq xəstəliyi ilə bağlı olan bir proses nəticəsində yaranır. Gəlin növbəti testlə davam edək. Bu testlər xeyr. Test 17. Situasiya 17. Şirin acı müqayisəsi. Uşaq əvvəlcə çox acı limon suyu içir. Sonra ona verilən az miqdarda şirin meyvə suyu son dərəcədə şirin görünür. Bu hansı duyğu qanunauyğunluğudur? A bəndi adaptasiya, xeyr. B bəndi sensibilizasiya, xeyr. C bəndi kontrast, bəli. Acı daddan sonra şirinin daha güclü hiss edilməsidir. D bəndi sinesteziya, xeyr. Sinesteziya deyil. Yoldaşlar, belə deyək, burada qanunda, bu qanunauyğunluqda acı daddan şirin dada keçid olunur və şirin dadı daha güclü hiss edir bu zaman uşaq və bu ardıcıl qıcıqların müqayisəli duyğusunun güclənməsi hadisəsi olaraq da qiymətləndirilir. Sonra yoldaşlar, sizlə baxacağımız testlər hələ ki bu qədər. Çalışın nəzəriyyəni oxuduqdan sonra, kitablardan oxuduqdan sonra özünüz üçün bu sualları cavablandırmağa çalışın. Duyğunun tərifi nədir? Qavrayışdan fərqi nədir? Analizatorun 3 hissəsini sadalamaq, daha sonra gəlir duyğuların təsnifatı, duyğuların əsas xüsusiyyətləri, adaptasiya növünün fərqləndirilməsi. Çalışın yoldaşlar, istər qanunauyğunluq olsun, istər əsas xüsusiyyət olsun, istər növlər olsun. Bunların hər birini oxuduqdan sonra özünüz üçün praktik nümunələr hazırlayın. Oxuduğunuzu praktik nümunə əsasında özünüz özünüzə izah etməyə çalışın. Sonra sensibilizasiya nədir, sinesteziya nədir, bunları da bilmək vacibdir. Bunların fərqi və praktikada tətbiqi önəmlidir. Sonra Weber-Fechner qanunu önəmlidir. Nəyə görə? Bu qanun əsasında artıq biz müəyyən bir formulun var olduğunu bilirik. Duyğu pozuntuları bizdə o qədər çox istifadə olunmur. Ən azından adlarına əsasən qısa olaraq nəyi ifadə etdiyini bilməyimiz vacibdir. Yəni çox dərinə getməyə ehtiyac yoxdur pozuntularda. Sadəcə olaraq adlarını və təriflərini bilmək bizim üçün vacibdir. Sonra gəlir diaqnostikada hansı testlərdən, hansı metodlardan istifadə edərək siz qiymətləndirmələr apara bilərsiniz. Onu da özünüz üçün aydınlaşdırın. İstifadə olunan kitab Bayramov və Əlizadənin psixologiya kitabıdır. Səməd Seyidovun ümumi psixologiya kitabıdır. Bu ikisi bizim əsas ədəbiyyatımızdır. Yazılan rəylər üçün təşəkkür edirəm. Yəni diqqətiniz üçün də hər birinizə ayrıca təşəkkürümü bildirirəm. Hələ ki bu qədər.